Artıq 2 ildir Şəki gəlin olmağıma baxmayaraq, ilk dəfə idi ki, Şəki piti yeyirdim. İlk öncə günorta yeməyi yedik. Mən piti yedim. Düzü Şəki gəlini olsam da ilk dəfə idi ki, Şəki pitisi dadırdım. Hətta piti necə düzgün yeyilir, yoldaşım ilk dəfə idi ki, mənə göstərdi. Daha sonra yol boyu Şəkinin tarixi küçələrindən keçdik. Bu küçələr həqiqətən neçə dəfə keçsəm də yorulmayaraq, bezməyərək hər dəfə yenidən gəlmək istəyirəm. Çox maraqlıdır, çox gözəl. Və nəhayət gəldik, çatdıq Şəkixan sarayına. Düzünü desəm, sarayın içindən çox mən xoşuma sarayın həyəti gəlir. Sarayın həyətinin yaşıllığı, sakitliyi o qədər xoşuma gəlir ki, keçmişdə insanlar burada nə gözəl günlər yaşayıblar deyə həmişə fikirləşirəm. Və insan saraya baxanda həmişə düşünür ki, necə olub ki, bir mismar belə istifadə etmədən bu gözəllikdə saray düzəldə biliblər. Və nəhayət sarayın içinə girdim. Sarayın içində şəkil çəkməyə icazə vermədikləri üçün heç nə çəkə bilmədim. Amma onu deyim ki, saray gözlədiyimdən daha balaca oldu. Mən daha böyük bir saray gözləyirdim. İçinin otaqları filan mənim gözlədiyimdən biraz aşağı qaldı. Gördüyünüz kimi daha sonra yollandıq Şəki sənətkarlar evinə. Burada çox maraqlı aksesuarlar var idi. Həqiqətən də hamısı üçün ürəyim getdi. Hələ o çay stəkanlarını demirəm sizə necə gözəl idi. Oradan nə aldığımı sizə storydə paylaşacağam. Daha sonra yoldaşım dedi ki, səni ilə bir yerə aparacağam ki, heç bir turist bu məkanı bilmir. Bütün Şəkini göylərdən görəcəksən. Həqiqətən də elə oldu. Getdiyimiz yer o qədər gözəl idi ki, bütün Şəki sanki ayaqlarımızın altındaydı. Və beləcə Şəkidə də bir günün sonuna gəldik. Belə videoların davamı üçün məni takip etməyi unutmayın.